3 ilin sonsuzluğuna son qoyduq. Qızımız düz 1 il gəlirdi müalicəyə və hal-hazırda 12 həftəyə çatmışıq. Çox sevinirik, çox xoşbəxtıq. Əsas problemlər nə idi? Qızımızda hormonal problem idi, boru faktoru idi, sağ boru bağlı idi, sol boru açıq idi. Sağ tərəfdə folikul yetişirdi, sol tərəfdə yetişmirdi. Və qeyd eləmək istəyirəm ki, endometri çox nəzik idi, 5-6 milli idi. Hormonal problemlər var idi, zəif yumurtalar, zəif folikullar və 1 ilə yaxın müalicəmizi elədik. 2 dəfə uğursuz həmləlik oldu, müalicə ola-ola. Bir dəfə həmləlik oldu, qan göstərdi, test göstərdi, inkişaf getmədi, kimyasal həmləlik oldu. İkinci dəfə eyni oldu, bütün genetik analizlərdən keçdik, bütün müalicələrdən keçdik və bir dəfə qızımızda qan göstərdi, qızımız inanmadı, qan başladı qalxmağa. Ürək vurusunu gördük və hal-hazırda 12 həftə istəyirik sizlə bir yerdə baxaq. 12 həftəyə çatmışıq. Pozitiv ürək vurulunuz. Qoyaq bir dənə dünyanın ən gözəl melodiyası. Artıq balacamız oynayır əlləri ilə, ayağı ilə. Baxın, ayaqları, əlləri. Salamlayır bizi. Sizi təbrik edirəm. İnşallah Rakim sevinək. Çox şükür bu görüntülərdə məni görmək nəsib oldu. Sizin sayənizdə 3 ildə ailəliyəm, az bir vaxt kimi görsənir, amma mənim üçün 3 ildə, 10 ildə eynidir. Çünki hər birimiz övlad həsrəti çəkirik. İnanmazdım bu görüntüləri görəm. Hətta evlilik həyatından qabaq da çox müalicələr almışam. Hamının mənə standart sadəcə nömrəli dərman verib yola salırdı. Mənə tam problem nədir deyilmirdi. Sizin yanınıza gəldim. Ondan sonra nə qədər problemim olduğu ortaya çıxdı. Endometriya, sonra boruların bağlı olması, mikrob, nə qədər genetik analizlər verildi. Çoxlu problemlər çıxdı. Şükür Allah üstəsindən gəldik. Bugünkü gündə bu görüntünü görmək bizə nəsib oldu. Birinci Allah, sonra da sizin sayənizdə yaxşı ki varsınız. Təbrik edirəm. Çox sağ Arzu olun. edirəm axıra kimi belə sevinək, xoşbəxt olaq. Düzgün diaqnoz, düzgün müalicə və nəticə 3 ilin həsrətinə son. Hər şey yaxşıdır. Balacamız sap-sağlamdır. Sizə də qismət olsun. Siz də belə sevinəsiniz və görüntülərə nəsib olasınız.